Kürdəmirdə fərdi yaşayış evi yanıb. Hadisə rayonun Mürtülü kəndində qeydə alınıb. Belə ki, kənd sakini Cəbrailov Ağacan Bəyləroğluna məxsus ümumi sahəsi 80 kvadrat metr olan bir otaqlı və aynabəndli evin 20 kvadrat metrlik otağı içindəki yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Qeyd edək ki, yanğına səbəb elektrik naqillərindən yaranan qısa qapanma olduğu bildirilib. Mən işdəydim. Oğlum mənə zəng elədi ki, bəs ata durmadan tez gəl, ev yanır. Mən də gəldim, gördüm ki, üzü əldən çıxıb, yəni heç bir şey əl çatmır. Adeta 30 min manat ziyan dəyib. Tokdan yanıb, uşaqlar da ki, böyük oğlan evində olub, çay içilərmiş, çörək yiyirlərmiş, bilmir. Mehmanın böyük balacası mı, böyüğü mü deyib ki, adətdə öydən tüstü çıxır. Baxıb görmək ki, bu vəziyyət alınıb. Və də belə alınandan sonra sağ olsun dövlət tərəfindən Allah köməklər olsun. Gəlib söndürüblər. Hələ heç sənə gəlməyib. Heç şey. Ki, nədə yatacaqlar. Hadis bir 32 min manatlıq ziyan dəyib. İndi material durma yaxın 3 nəfər. Faktla bağlı araşdırma aparılır. Aqilə Sədov, Ülviyə Orucova, Kürdəmir.